Elber İnkişaf Mərkəzi psixoloji və fizioloji inkişaf sahəsində insanlara kompleks şəkildə xidmət göstərir. Elber İnkişaf Mərkəzinin əsas məqsədi uşaqlarda fiziki, mənəvi və zehni inkişafını təmin etməkdir. Biz bunları art terapiya, qum terapiyası və digər inkişaf etdirici terapiyalarla həyata keçiririk. Üstünlüklərimiz bunlardır: ixtisaslı kadrlar, fərdi yanaşma, müasir metodikalar, məxfiliyin qorunması və komfortlu mühit. Xidmətlərimiz uşaqlar və böyüklərlə iş, ailə və cütlük terapiyası, uşaqlarda nitq və davranış pozuntusunun korreksiyası, panik atak, obsession, stres, həyəcanla bağlı işlərin görülməsi, diaqnostikası, seminarlar və təlimlərin keçirilməsi. MDR psixotravmalarda istifadə olunan ən effektiv üsullardan biridir. İşləmə üsulu bilateral, yəni iki tərəfli stimulyasiyadır. Vizual, taktil və audialı özündə etibar eləyir. Depressiyalarda, panik ataklarda, təşviş pozuntularında, posttravmatik stres pozuntularında uğurla tətbiq olunur. Ümumiyyətlə, MDR-la emal olunan heç bir xatirə indiki zamanda insanı narahat eləmir. Elber Centerinə Aytekin xanımın yanına öz oğlumu gətirirəm. Bizim problemimiz az sözlərin olması və yaxud heç deməməsi. Artıq 3-cü seansa övladım özü sərbəst, nitqində də yeni sözlər və yeni irəliləyişlər var. Düzü əvvəldən gətirəndə çox da buna ümid etmirdim. Elə bilirdim ki, yəni elə də böyük bir effekti görməyəcəm, amma doğrudan da çox böyük effektini gördüm. Hər istər nitqində, istər uşaqlarla davranışında, oynamağında, yəni uşaqda çox böyük irəliləyişlər gördüm. Ona görə təşəkkür edirəm Elber Centerinə Aytekin xanıma. Hər kəsin həyat hekayəsi fərqli və fərdidir. Biz sizə bu yolda dəstək olmağa hazırıq.